Razıyam. L'Oreal'lar baxın endirmə düşüb. Bu L'Oreal'ları mən sevirəm. Endirmə düşəndə alıram. Amma indi varımdır L'Oreal, amma mənim rəngim deyil. Bunlar yenə uyğundur rəngimə, bunlar yox. Mənim rənglərim var. Ümumiyyətlə kraskaların hamısı demək olar ki, en deyirindədir. Gəlin alın. Qəşəng. Serumunu axtarıram burada. Deməli, şampunları, balzamları var. Mən sizə deyim ki, Kerastazın əvəz edicisidir. Kerastazdan qat-qat ucuz və endirmə düşüb. Hello. Gedirik şəhərə, ağladım. Can da korset giymişim, çıxır. Ay, mənə ağlar qoyanda Allaha tapşırdım. Düzdür, ayaqlarım ağrıyır, axsaya gedirəm ayağım, belim, korset də taxmışam. Amma hələ ki ayağım tutur. İnşallah da Allahın köməyi ilə oğlumun xətrinə Allah mənə can sağlığı, sağlamlıq verər. Aparım, gəzdirim balamı. Çatdıq buram. Burada bir dənə yer var, valla. Dəqiq bilmirəm. Deyəsən, Centraldan sola dönmək lazımdır. İbrahim Kabab evidir, nədir? Gedək Səlimlə görək hardadır, tərifləyirlər oranı. Heç halım yoxdur, prosta uşaq çıxmayıb. Belim elə biləm ki, o belə ağacdan qopan belə nazik budaqlar olur. Bu dəqiqə sırılacaq, qopacaq. Dizlərimin o günləri ölürdüm. Hələ idman eləmişəm, dərman zat sürtmüşəm. Valla fizioterapiya çox bahadır. Mən keçən dəfə qrıjamı sağaltmaq üçün yalan olmasın bir 4-5 min xərc çəkmişəm. Gözə görünmür, amma xırda. Deyirəm o gözə gətirənlər, məni ağladanlar gətirib versinlər də. Kişi qızıdırlarsa gətirib versinlər. Gözə gətirənlərin çox kişi deyil, qadındılar, onu görürəm. Kişi qızıdırlarsa gətirib versinlər. Şunlara baxın, görün nə qəşəngdir. Gözə gətirən deyəndə mən əsla izləyicilərdən söhbət getmir, ha. Mənim gözəl göyçək, yaxşı qohumlarımı qoydum bıraxa. Gözəl göyçək qohumlarım, ata tərəf, ana tərəf fərq etməz. Sonra qonşularım, sonra kim? Dost, tanış saydıqlarım, bax onlardan söhbət gedir, ha, biləsiniz. Alsın Gülər xanım adlı bir bloger xanım göstərirdi buranı. Ailəsi ilə getmişlər. İndi axtaraq təqribən izah elədi. Səhifələrini də təqribən tapdım, amma səhifələrində yer yoxdur. Yəni belə location göstərilmir. Gəlin də bir hardadır. Bu İbrahimin kabab evi. Buralardan soruşarıq indi. Buradadılar ya harda? Bu какой-то Bombeydir. Bu şaurmadır, arabik. Elə bilin ki, oradan gəldik bura. 2 dənə lavaşda lülə elədik. Hərəsi 4 manatdan. Səlimlə oturmuş. Baxın, belə yerdir. Oturursan qabaqda. İstəyirsən oradan götür, istəyirsən versinlər. Dönər nədir lülə kebabımız? İndi mən Səlim uşqa yiyir. Mən geciksəm qalmayacaq. Datlıydı, sağ olsun, qarışıq vlog. Gülər xanım. Həqiqətən datlıydı və qiyməti normal idi. Böyle götürəndə. Səlim niyə işləndi? Doyumluydu. Amma soğan vardı, soğan iyi verəm. Kebabın da əti tutub. Dökümün iyiylə kebabın o tüstüsünü iyi qaşıb. Tam bağındayıq. Yenə nə qəşəng güllər var. Çox güman ki, bu güllərin çoxsu xaricdən gətirilib. Bilirəm ki, məni əhatə edən insanların qanmazlığından bilmirəm gülüm, bilmirəm ağlayım. Bayağı ağlayırdım, indi bilmirəm gülüm, bilmirəm ağlayım. Qonşunu görmüşəm, söz də çatmır hərdən ona, bəzi başqa məsələlər. Nəysə, danışdıq oradan buradan, deyirəm, belim ağrıyır, o da belə. Deyirəm, mənə belə gözə gətirirlər, inanmırsan, bax, paylaşmışam da hər yerdə, ağlaya ki, biz qazancın nədir? Axı, deyirəm, ağlaya demişəm ki, Allah tapışam, üstəlik deyirəm, qazancımı soruşan canını azad çordu, belə. Zarafat bir yanı, deyirlər pulla deyə orada, sən nə qədər qazansın? Deyirəm, baxdım, belə elədim. Sənin bu, bilmirəm də nə işləyir, nə işləmir, işdən gəlir, avtobusdan gəlir. Dedim, bilmirəm, sən nə qədər qazanırsın. Sənin hal-hazır ki, bugünkü azdan çoxdan olan qazancım mənə qismət, mənim sənə soruşduğun sosial mediadan qazandığım sənə qismət və belə də oldu. Ay, yox, elə demə. Deyirəm, ha. Deyirəm ki, ağlayıram, belə deyirəm, Allaha tapşırıram. Deyirəm, məndən soruşanım. Demişəm ki, məndən o sözü soruşan canını azarda çordu. Sən durub mənə o sözü deyirsən. Ona görə də deyirəm ki, sənin hal-hazırdakı qazancın mənə qismət. Mənim məhz sosial mediadan bloger kimi qazancım sənə qismət və belə də oldu. Deyirlər ki, rəhmə acılı, rəhmə acılamasın, neynəsin. İnsanlar qanmazlığa qoyub özünü. Nə bilim, valla.
Hello, səhərdən Ərnərəm həkimə getməliyəm. İkincisindən mən istəyən yer Batı olub. Əgər iki dənə də ikisində təriflə, prosta birini çoxdan tanıyıram, dalaşla tanışılmış. Gedim görüm MRT-yə mənə hara dövlət hesabına göndərir, dizlərimi, belimi. Oy, gedim görüm dövlətdə nə eləyirəm, sonra gedim Pərvin doktorun yanına müalicəmi yazsın. Valla özəldə bir Pərvin doktoru var, Pərvin Ələkbərovdur, Əkbər. Heç nə oğlan. Olan dəndə cavan kişi də o 40 neçə yaşında, Allah razı olsun. Mənim qricam olanda o qaldırmışdı mənim. Heç nə familiyası adından çıxır, Əkbərovdur, Ələkbərovdur. Çıxdım, qəşəng parka, parkdan keçir yol. Gedik. Musiqidə YouTube'a geçsə bu video, YouTube'da deyəcək ki, müəllif hüquqlardır. İnşallah yaxşı eşidilməz, deməz. Elə bir mən ifa eləyirəm, həm. Deyirəm, gedim görüm hansını dövlət hesabına elətdirə bilirəmsə elətdirim. Sonra gedim Pərvin doktorun yanına, ayaqlarımı müalicə eləsin. Ondan bir dənədir də, mən nə gün də getmişdim belə, DCP-də klinikə belə. Hər iş getmişdim. Kalaskada qaldırdı məni, sağ olsun Pərvin doktor. Gedim görüm, dövlətdə nələri pulsuz elətdirəm, çünki mən yazdığım pulu yoxdur. Borca xərcə girəcəm, amma gedəcəm, Pərvin doktorun yanına gedəcəm inşallah. Yəni borca xərcə getsəz də, Allah hər kəsiz can sağlığı, bərəkət versin. Pərvin doktordan bir dənə də turp kimi eləyəcək, ayağa qaldıracaq. Azərbaycanca turp kimi Rusya deyirlər kakagurçik. Hə, görün burada mənə hara yönəldilər, rengenidir, MRT-sidir, nə bilim nə idi. Sonra gedəcəm Pərvin doktorunun yanına. Hello, getdim bələdiyyəyə. Amma deyirlər o görüş baş tutmuyor. Görə tutmasa geri qayıdacağım. Nəysə, belə giyindim, gedirəm bələdiyyəyə. Demişdim, Yasamal rayon icra hakimiyyəti başçısının görüşünə, səyyar görüşünə, sağ olsun. Mən əslində başçımızın xətrini çox istəyirəm Elşad müəllimin. Niyə? İntellekt səviyyəsi yüksəkdir, sadə insandır, səmimi insandır, özünə də demişəm. İnsanları, əhalini səbirlə dinləmək qabiliyyətinə malikdir, gözəl nitq qabiliyyətinə malikdir və ədalətli bir insandır. Və yenə də küçəmiz barədə gördüyünüz kimi ictimai bir məsələ üçün getmişəm. Heç vaxt özüm üçün getmirəm. Heç bir özüm üçün. İndi görək nə olacaq. Qəşəngcə danladı səlahiyyətli şəxsləri, hansı ki düzgün məlumat vermirlər. Görək indi sonu necə olacaq. O bura digər məsul vəzifəli şəxslər başçının rəhbərin danlağından nəticə çıxardı, bu küçəni düzəldəcəklər ya yox. Elşad müəllimin özündən razıyam. Amma Elşad müəllimin yaxşı bir insan, sadə bir insan olmağından sui-istifadə edən, vəzifəsini yerinə yetirməyən digər məsul şəxslərdən narazıyam ki, hansı ki düzgün məlumat vermirlər. Elşad müəllim yaxşıca danladı, sözünü dedi. İnşallah görək nəticə çıxartsınlar və bizim bu gözəl küçəni, çox da böyük bir şey istəmirəm əslində, asfaltlanmağını, işıqlandırılmasını və müəyyən bir yerlərdə, yəni burada səki problemi var, barjör problemi var, barjörün düzəldilməsini. Rəssalam ki, tamam. Belə bir kek stiklar aldım. Kek stiklər yəqin ki, layer cake. Deyirlər ki, Kinder'in dadını verir. Nərmin xanımda görmüşdüm, Nərmin bacımda. Şəkidə 30 qəpikdir. Mən buradan aldım. Walmart deyirlər, nə deyirlər, keçmiş bizim marketə 35 qəpiyə. Nərmin bacım deyir ki, bacışqam deyir ki, gəlib qoyasan xalacınka, yiyəsən Kinder dadı verir. Yəndən sonra deyəcəm, dəqiqliyi ilə dadı yaxşıdır ya yox. Əzizlərim, bugün mənimki qeyb gəlməyim. Getdim bələdiyyədən gəldim. Onu da göstərmədim, Səlmə apardım. Yaxşı ki, uzağa getmədi. Getdi, biraz da şafırlandıq, gəldi. Üzə aşağı ayaqla getdi, qaydanda avtobusdan. Səlim əsəbi idim. Yaxşı ki, uzağa aparmamışım. Sonra indi teatr oldu. Gedirəm Qürbətdən Məktublar teatrına. Mirzə Fətəli Axundzadənin oğlunun münasibətinə həsr olunub. Okum da bu. Sadəcə ukraşenyaları dəyişdirdim, aksesuarları. Saat qaldı. Burada daş var idi, təbii daş. Qolumda təbii daş onları çıxartdım. Bu gümüş üzüklərimi və bu bijuteriyanı taxdım və gidiyorum. Bir də bu kolyeni taxdım, gümüş. Tenis deyirlər, su yolu deyirlər. Və biz getdik. Gəlib elə idman eləməliyəm. Fizioterapiyaya getməmişəm. Birinci gündən getməliyəm. Ağrıdan nəfəsim kəsilir.
Heydər Əliyevin mən ifadəsində, yanaşmalarında, münasibətində həmişə Həsən Həsənovun şəxsiyyətinə və iş fəaliyyətinə hörməti, xüsusi diqqət istəyirdim. Ancaq uzun illər müşahidə eləmişəm, Həsən Həsənov haqqında tərifli sözlər deməyib heç vaxt. Yalnız bircə dəfə Azərbaycan dili ilə bağlı, Azərbaycan dilinin necə adlanması ətrafında müzakirələr gedirkən, orada ən müxtəlif insanlar fikirlərini söyləyirdilər. O cümlədən Həsən Həsənov da düşüncələrini bölüşdü və Həsən Həsənov da düşüncələrini bölüşürsə, onun fikirlərinin içərisində həmişə iki tərəf var. O böyük bir siyasətçidir, diplomatdır, yaranışından sağ.
möhtəşəm. Möhtəşəm. Həsən Həsənovun 85 illiyinə həsr olunmuşdu. Həsən müəllimi, yəni ki, canlı gördüm. Hətta teatrın sonluğunu soruşdum. Dedi, o izləyiciyə qalıb. Daha sonra açdım, avtobiografiyasına nəzər yetirdim. Mən xatırlayana qədər, indi danışacağım nələri xatırlayırdım. Gəlin Azərbaycanlı qalır. Nəysə, indi danışacağım söhbət nədən gedir. Daha öncəki adı Brüsseldən məktublar, daha sonraki adı Qürbətdən məktublar. Biz bu əsəri məktəbdə öyrənmişdik. Məktəbdə bizə tədris olunmuşdu. Buradan həyatda olan müəllimlərimə can sağlığı, dünyasını dəyişənlərə isə rəhmət diləyirəm. Həsən müəllimə isə uzun ömür, can sağlığı. Düzdür, utandım şəkil çəkdirməyə, amma olsun. Əsas odur, mən onu canlı gördüm. Gələn dəfələrdə 90 illiyində inşallah. Hə. Söhbət nədən gedir? Mirzə Fətəli Axundov və yaxud Axundzadə və oğlu Rəşid bəy Axundov. Hansı ki, onu da şəxsi həyatından danışanda deyərəm. Firəngiz adlı qız və yaxud Fransuazı. Üzdən bir-birinə oxşar, biri şərq üslubunda böyüdülmüş, hər şeyi qarşı tərəfin, baxmayaraq ki, oxumuş qız olur, qarşı tərəfin, taleyin və Allahın ümidinə buraxan Firəngiz və öz xoşbəxtliyi uğrunda mübarizə aparan fransız əsilli Fransuazı. Rəşid hansını seçəcək? Rəşid sanki Mirzə Fətəli bəy Axundov Monsieur Jordan Parisi partladır əsərini sanki kainata mesaj göndərib, manifestləyib, elə bir hadisə baş verir. Oğlu Rəşid Brüsselə, Belçikaya gedir. Təsadüfən Firəngizə oxşatdığı fransız əsilli Fransuazaya aşiq olur. Onunla sevgi yaşayır. Yol mühəndisliyini oxuyur. Çünki Tiflisdə fransız gimnaziyasını bitirmişdi və atasının xəstəliyi ilə geri qayıdır. Firəngiz isə onun yolunu gözləyə qalır və bütün elçilərinə yox deyir. Əsərin sonluğunda Fransuaza öz sevgisinin dalınca, ardınca Qafqaza gəlir. Əsərdə sanki onlar bir-birinə qovuşurlar. İndi isə keçək tarixə. Bəli, Rəşid adlı oğlu olub, fransız gimnaziyasını bitirib Tiflisdə, daha sonra Belçikaya, Brüsselə gedib oxumalı, ama təhsilini yarımçıq qoyaraq, yenidən təhsilini Rusiya İmperiyasında Sankt-Peterburg şəhərində yol mühəndisliyi üzrə bitirmişdi. Amma onun həyatında, bilmirəm, Fransuaz olub ya yox, Firəngiz adlı xanımın olduğu da bilinmir. Onun həyat yoldaşı, yanılmıramsa xanımın adı Məlikcahan Hacı, keçin günahından unuttum atasının adını, xanımın Nurubəyeva olub və həyatını özünə qəslə bitirib Rəşid. Və həmin Məlikcahan xanımla nigahlarından Fətəli adlı bir oğlu olub. O da yanılmıramsa, sən mənim deyəsən dilindən eşitdim ya oradakilərin dilindən eşitdim. Repressiya Stalin Baxırov dövründə qətlə yetirildi. Repressiya qurbanlarından biri olub. Fətəli xan nəymiş? Mirzə Fətəli Axundov və Axundzadə o şəxs olub ki, onun nəşini belə yerdən qaldırmayıblar, hamballar aparıb bastırıb. Əslində nə Mirzə Fətəli Axundov, nə Nəsimi, İmadəddin Nəsimi ateist olmayıb. Onlar ən çox Allaha inanan olub. Sadəcə cəhalətin əksinə olub, İslamı xalqın kamil formada, mənim də o baxışlarım var, kamil formada dərk etməsi tərəfdarı olub. Birazdan saçımı düzəldim, konsertə getməliyəm.
Nərmin bacımın rekomendasiyası ilə almışam. Görək dadı necədir. Bir gün xalacinlikdə saxlamışam. Hə, biri bu. İndi baxaq soyuqda. Bu. Yaxşıdır. Sağ olsun Nərmin. Mənim şəkildə 30 qəp idi, bizdə 35 qəp. Yəni nə fərqi? Dadlıdır, yaxşıdır. 35 qəp üçün çox yaxşıdır. Mən Bolmart'da nədir, oradan almışam. Keçmiş bizim marketdən. Dadlıdır, alın. Yaxşıdır. Əzizlərim, Azərbaycan Dövlət Musiqili Akademik Dram. Neyse, keçmiş adım Musiqili Dram Teatr. Musiqi Xalq Komiteti Musiqili Dram Teatrına gedirəm. Karol Elvis Presley'e həsr olmuş Rus dilində olan tamaşanı izləməyə. Bugün sabah birisi gün premyeradır. Bugün çatmadısa sabaha birisi günə mütləq olaraq Rus dilini bilənlər bileti alıb tamaşanı izləsinlər. Daha Elvis Presley'nin həyatından da belə Luka ayrı çəkmişəm. Gəlmişik amfiteatrda, hələ başlamayıb. Məşhurlar buradadır. Hətta bilsəz kimi gördüm. Çəkməyə tapmadım vaxt. Bizim səhnəmizin zarını gördüm. Fəxrəddin Manapovu. İndi olacaq Elvis Presley'nin barəsində olan bir tamaşa.
Süper möhtəşəm, gözəl premyera, anşlaqla, alqışlarla qarşılanan premyera. Elvis Presley'e onun musiqisinə həsr olunmuş bir tamaşa. Elvin adlı bir oğlan, hansı ki anası ulduz olub və atası həmin onun işlədiyi yerdə keçmiş hərbiçi və indiki klubun böyüyü. Hansı ki anası onu xəyanət bildiyi nələrinsə üstündə qəbul etməyib və uzaqdan izləməyə məcburiyyətində qalıb, amma uzaqdan da olsa yaxında olub və atası deyib ki sən ulduz olacaqsan, anası izin verməyib, amma oğlan çox istedadlı böyüyüb. Ən sonunda ata-anayla da barışır, Elvis də Marilynlə qovuşur və ən əsası o ulduz olur. Elvis Presley kimi kral olur, rock and roll kralı. Elvis Presley'e gəlincə, Elvis Presley ona xəyalət kimi hər gecə yanına gəlir və onu yönəldir. Çox pozitiv bir tamaşa, çox. Emeği keçən hər kəsə, yaradıcı heyətə, aktyorlara bir sözlə, bir daha təkrar edirəm. Emeği keçən hər kəsə təşəkkür edirəm. Əməyinizə sağlıq. Çox pozitiv bir tamaşaydı, ruhu oxşayan, insanı belə pozitiv təranələrə yükləyən, özü də nəzərə alsaq ki, mən rock'n'roll tərzini çox sevirəm, sevdiyim janrlardan, tərzlərdən, musiqi tərzlərindən biridir. Bundan əlavə teatra dərin təşəkkürümü bildirirəm rəhbərliyə. Məni öz bu gözəl tamaşalarına, bütün tamaşalarına dəvət etdiyi üçün, demək olar bütün tamaşalara mənim dəvət haqqım var. Ona görə bu şəraiti mənə yaratdıqları üçün təşəkkür edirəm. Xüsusilə premyeranın ilk günündə iştirakım üçün bir ayrı təşəkkür edirəm. Var olun.